Salam əziz Telegramın şagirdləri. Necəsiz? Bu aralar çox qaça-qaçdayım. Həqiqətən də Allahım şahiddir ki, çox qaça-qaçdayım. Bəzi ailəvi problemlərdən, səbəblərdən dolayı. Ona görə də daimi olaraq video paylaşmıram, amma səbr edin, az qalıbdı. İnşallah yaxşı olacaq. İstər canlı yayımlarım TikTokda, İstər buradakı videolar, istər YouTube kanalında. Əminəm ki, hər üçünə də, burada yenə də link atacağım, hər üçünə də abunə olmusunuz. Yəni, səhifəmdə atacağım, mütləq şəkildə abunə olun. Planlarım həddindən artıq çoxdur və hər şey edəcəm. Çünki sənətimi çox sevirəm. Eləcə də məni izləyənlər, mənim şagirdlərimi də həmçinin. Uşaqlar, gəlin bugün sizinlə həftədən danışaq. Bir dəfə həftə haqqında biz müzakirə etmişdik. Ümid edirəm ki, yadınızdadır. Gəlin təkrarlayaq və davam edək, başqa bir şeylər də öyrənək. Deməli, həftə nedelə deməkdir. Keçən həftə na proшлой неделе, bu həftə na этой неделе, gələn həftə на следующей неделе deməkdir. İndi hər həftə каждую неделю. İndi məsəl üçün siz demək istəyirsiniz ki, belə bir cümlə qurumda siz daha doğrusu məlumat verim. Həftənin günləri rus dilində necə olacaq? Gün dindir, həftə də nedelədir. Deməli, həftənin günləri deyəndə biz deyirik ki, dni nedeli. Dni nedeli, həftənin günləri. Gəlin indi onları müzakirə edək. Həftənin günlərinin adları понедельник, вторник, среда, четверг, пятница, суббота, воскресенье. Bu həftənin günlərinin adıdır. İndi gəlin bu həftələri tək-bətək müzakirə edək. Nə demək istəyirəm? Məsəl üçün, biri var birinci gün, düzdür? Biri var ki, məsələn, demək istəyirəm birinci günə kimi. Birinci gündən, hər birinci gün. Bunları mən rus dilində necə deyəcəm? Понедельник birinci gündür. Düzdürmü? В понедельник. O da Azərbaycan dilində birinci gün tərcümə olunur. Bəs fərqi nədədir? Понедельник qoşmasız, əgər что sualına cavab verirsə. Nə birinci gün? Amma əgər когда sualına cavab verirsə və hərəkət varsa, bu zaman biz v понедельник deyəcəyik. Bu nə deməkdir? Biri var deyəsiniz ki, bu gün birinci gündür. Hərəkət yoxdur. Bu gün nədir? Birinci gündür. Сегодня понедельник. Super. Amma mən desəm ki, o birinci gün gələcək. Hərəkət var, gələcək. Он придет və yaxud приедет в понедельник. Birinci günə kimi necə deyəcəm? До понедельника. Birinci gündən s понедельника. Yəni birinci gündən başlayıb hələ də davam edir. Birinci günə na понедельник. Fərqi nədədir? Nəyi demək istəyirəm? Na понедельник birinci günə nə zaman istifadə edə bilirəm? Məsələn, sən indi bu gün birinci günə nəsə planlaşdırırsansa. Bu gün məsələn götürək ki, nə bilim, üçüncü gündür. Amma sən indidən birinci günə nəsə planlaşdırırsan. Harasa yazılırsan və yaxud yazılmaq istəyirsən. Məsələn, mən yazılmaq istəyirəm birinci günə. Salondur, həkimdir, nə bilim, dırnaqdır, pedikürdür və s. Я хочу записаться на понедельник. Mən yazılmaq istəyirəm birinci günə. Hər birinci gün понедельник kişi cinsindədir. Ona görə mən necə deyəcəm hər birinci gün? Каждый понедельник. Каждый понедельник. Deməli, понедельник, в понедельник, на понедельник, до понедельника, с понедельника, каждый понедельник. İkinci gündə necə olacaq? Yəni, bugün bütün hamısını deyib sizi yormayacağım. Amma pillə-pillə atacağım videolar. İkinci gün. Вторник,
İkinci gün kağıda sualına cevap verəndə, nə zaman, hərəkət olanda va vtornik. İkinci günə na vtornik. Dediyim kimi indidən ikinci günə nəsə planlaşdırıram, harasa yazılıramsa və s. İkinci günə kimi do vtornika. İkinci gündən s vtornika, daha doğrusu sa vtornika, necə va vtornik, eləcə də sa vtornika. Hər ikinci gün каждый vtornik. Bu da vtornik kişi cinsindədir. Ona görə də каждый istifadə olunacaq. Gəlin bunlarla bağlı ev tapşırığı olaraq mən sizə cümlələr burada atıram Azərbaycan dilində. Mütləq şəkildə onları qeyd edin və WhatsApp-da hətta mənə ata bilərsiniz. Yəni ki, mütləq şəkildə çalışın, bir nəfər yox, bir çox nəfər atın. İnşallah ki, bir-bir onları özümdə də qeyd edib video formatında səhvinizi düzəldib geri atacağım. Növbəti videoda 3-cü və 4-cü, sonra 5-ci, 6-cı bazar günü müzakirə edəcəyim.